Salam əziz treyderlər və investorlar. Sizinlə əlaqə saxlayır Guru Markets. Korporasiya haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir parametri daha ətraflı nəzərdən keçirəcəyik. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Təşkilatın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirməyi təklif edirik. Biz şirkətin cari əsaslarına baxacağıq. Tor Industries Inc. Ticker THA. İcmal 25 mart 2025-ci il tarixinə cari məlumat əsasında yaradılmışdır. Təsnifatına görə Guru Markets təşkilat Tor Industries Inc. alt kateqoriyaya aiddir. West Jumping təhlildə 19 şirkət iştirak edir. Bu kifayət qədər təmsilçidir. Bu videonun sonuna doğru sifariş cədvəlinə baxacağıq. Şirkət üçün ümumi nəticə 10 baldan 7,5 bal. Alt kateqoriya üzrə orta bal 2,5 baldır. Geniş baxsanız, ümumilikdə bazar daxilində. Cəmi birja üzrə orta balın 1,9 bal olduğunu görə bilərik. Dan 7,5 xalla qarşı Tor Industries Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətinin müqayisəsi Tor Industries Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində promosyonların olduğunu görürük. Tor Industries Inc. -24,5% dinamika göstərib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı -26,6%. Bu mütləq heç nə demək deyil, amma bu faktı nəzərə almaq vacibdir. Şirkətin bazar kapitallaşması Tor Industries Inc. 4,32 milyard dollardır. Və alt kateqoriyanın bazar kapitallaşması 19 milyard dollardır. Tor Industries Inc. 23,14% paya malikdir və alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans kapitallaşması 3,95 milyard dollardır. Alt kateqoriyanın balans kapitallaşması 13 milyard dollardır. Tor Industries Inc. payı 29,28% təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Tor Industries Inc. alt kateqoriyada qiymətləndirildikdə isə məzənə 23,14% təşkil edir. Balans dəyəri 29,28% təşkil edir. Bu, mübadilə dəyərinin payından 27% çoxdur. Təşkilatın bazardakı payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən təşkilatın borcları 1,144 milyard dollar təşkil edir. Maliyyə öhdəliklərinin balans dəyəri kapitalın 29%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsi üzrə nəticə, yaxşı, 1 bal. Şirkətin səhmlərinin qiyməti mənfəət balansı 21,4. 534,4 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 96% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin onun mənfəətinə qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 202 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 256 milyon dollar olacağı gözlənilir. İndikindən 26,5% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin gəlir balansına qiyməti 0,5-dir. Alt kateqoriya üçün orta göstərici 0,5-dir və bu alt kateqoriyadan 0% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja qiymətinin göstəricilərinin onun gəlirinə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 9,500 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 12,20 milyon dollar olacağı gözlənilir.
İndikindən 27% çoxdur. Proqnozlaşdırılan gələcək satış göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 2,1%, alt kateqoriyada isə orta hesabla 0,1%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 23,288% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 1% çoxdur. Və bu, şirkətin bazar qiymətində balanssızlığı göstərir. Tor Industries Inc. daha az qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $194.000-dır. Alt kateqoriyada isə $196.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 1%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği $9,100-dır. Alt kateqoriyada orta göstərici ilə $0,400. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2370% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən gəlir $426.000-dır. Alt kateqoriyada $410.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 4%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlir payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa səhnələr %8, alt kateqoriya üçün orta hesabla %9,8 nisbətindədir. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Göstərici ROAS 14 şirkət üçün %37 səviyyəsini göstərir. Tor Industries Inc. Alt kateqoriya üçün isə ROAS səviyyəsi 14, təxminən 41% təşkil edir. Texniki olaraq alt kateqoriyalı səhnələrin qiymətləri səhnələrlə eynidir. Tor Industries Inc. Şirkətin səhnələrinin faktiki qiyməti təxminən $81,23-dır. Şirkətin səhnələri üçün konsensus qiymət hədəfi təxminən $88,1 səviyyəsində müəyyən edilmişdir. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 8%-dir. Sifarişlər cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində müəyyən bir mövsümdə tamamilə hər şey, səhnələrin qiymətləndirilməsi üçün məlumat və arayış sisteminin qərarları var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Səhnələrin təhlili nəticəsində Tor Industries Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün $81,22 qiymətində alış sifarişi açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə yanaşması AKİM-in indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 89,51 səviyyəsində müəyyən edilmişdir. Stop loss 72,93 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 24 aprel 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, CHE, balans üzrə satış əməliyyatıdır. Balanslaşdırma qaydası ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma
Digər sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets.